düşünmək də bizi irəli salıb. İranda həmişə ideologiyalar bizdən çıxıbdır. Bu bizim bölgəmizdən gəlibdir. Yəni bu gün baxın, Amerikada bu New Britain var, Yeni İngiltərə deyilən bir ərazi var. New England daha doğrusu. Yeni İngiltərə deyilən bir ərazi var və bu ərazi əsasən ilk koloniyalaşmış ştatları təmsil edir. New York, Connecticut, Massachusetts və Pensilvaniya kimi ştatları əhatə edir. Və bu ştatlarda ilk Amerikalılar koloniyalaşdırıb buranı, daha sonra tədricən Amerikanın digər ərazilərində ələ keçiriblər və hal-hazırda da bu ərazilər əsas elm mərkəzlərinin, siyasi mərkəzlərin olduğu yerlərdir. Və uzun müddət Talış regionu da İran üçün bu vəzifəni daşıyıb. Yəni bizim elm mərkəzləri, İranın elm mərkəzləri, İranın düşüncə mərkəzləri bizdə yerləşibdir və İranda baxsaz bütün hərəkatlar bizdən başlayıbdır. Və İranın özünə qayıdış hərəkatı hətta, yəni Babəkin timsalında, daha sonra Şeyx Zahidin timsalında Səfəvilər və Şah İsmayıl davam etdirdi bunu. Bizim özümüzə İrançılığa qayıdış məsələmiz də Talışlardan başlayıbdır. Və bunu bizim farslar paxıllığından Azərbaycanlılar da, yəni Azərbaycanda dediyim bu Yerəz Naxçıvanlar da bizə paxıllıq duyduğundan bu məsələni unutturmağa çalışıblar və uzun müddət biz bu məsələlərdən xəbərdar olmamışıq.